Salam kanalımın dəyərli xanımları. Hər birinizi səhər sürəsindən salamlayıram. Hələ bir ki, kim nə istəyir, yeyib işə getdi. Daha sonra isə mən başladım kuxna mebelini yığışdırmağa. Burada da mamam qıza yemək qoyub işə aparacaq. Ondan sonra Aprilini də özüm belə qoymuşam ki, uşaqlar nəsə istəsə pişirib yeyə bilsinlər. Daha sonra isə dəyərli xanımlar, başlayıram. Birinci dağınıq halını sizə göstərəcəm, sonra da təmiz halını sizinlə bərabər bölüşəcəm. Dəyərli xanımlar, kuxna mebelin üzərinə qoruyucu yapışdırmışdım. Həmin qoruyucunun rəngi boğun olduğundan xoşuma gəlmədiyi üçün dəyişib bununla əvəz elədim. Kuxna mebelin şkaflarının içərisini sildim, örtüklərini dəyişdim, yenisini əvəz elədim, lazımsız olanları da atdım. Dəyərli xanımlar, ola bilsin müəyyən hissələrini çəkib digər hissələrini çəkməmişəmsə, yəni vloqun çox uzun olmağını sizi yormaq istəmirəm. Qabları qəşəng tökdüm, yudum, quruladım, yerinə yığdım. Daha sonra isə baxın oranı da sildim, təmizlədim. Yəni bu tərəflə o tərəfdən fərqi ondadır ki, o respiratorun üzəridir. İstər-istəməz batır. İndi Allah nəsə qismət edərsə, yayda yuxarı hissəyə emlik çəkdirəcəm. Budur artıq dəyərli xanımlar, başlayıram mən silməyə. Ondan sonra qurulayacağım. Daha sonra isə yenidən əşyalarını yerinə yığacağım. Baxın belə dərindən göstərirəm. Ondan sonra başlayıram. Baxın belə sildim, bitirdim. Ondan sonra qabları yığacağım. Hamısını tökdüm belə. Abırlarını yığışək yığdım içərisinə. Sonra isə qabları yığacağım içərisinə. Dəyərli xanımlar, mən öbür videomda da kuxna mebelinin yəni dəyişikliyini, kuxna mebelinin təmizliyini sizinlə bərabər, necə təmizlədiyimi sizinlə bərabər bölüşmüşdüm. Bütün mebellərin içərisini təmizlədikdən sonra ağızlarını belə açıq qoydum ki, içərisi qurusun, nəmli qalmasın. Daha sonra buralarda təmizlədim. Bunların hamısını yerbəyer elədim. Bu aşağı hissə isə gündəlik istifadə elədiyim qablardır. Həmin qabları bu hissəyə yığıram. Baxın, belə ağızlarını açıq qoydum ki, havalansın. Sonra buranın da örtüyünü dəyişdim. Dəyərli xanım, özüm belə qalın arxa hissəyə çox verdim ki, ora boş qapılar dayanır. Yəni qalsın. Həm də ki, hər dəfə bir hissəni qoyuram. Məsələn, bu dəfə belə elədim. Gələn dəfə öbür hissəni qatlayıb, digər hissəni də bunu kimi qoyuram. Baxın, belə bu cürünə gündəlik istifadə edədiyim qablar, stəkanları sürtdüm. Ondan sonra pesok qablarını, çay qablarını zaten hamısını tökdüm, sürtdüm. Belə ağız üstə yığdım. İndi hamısını bir-bir yerbəyer edəcəm. Bir də dəyərli xanımlar, dostiyə gələndə buranın örtüsünü də dəyişdim. Baxın belə. Alt hissənin də örtüyünü dəyişdim, üst hissənin də örtüyünü dəyişdim. Burada yüzü qabları yerbəyer elədim. Burada da əlimin altında gündəlik və yaxud da ki, həftəlik istifadə elədiyim əşyalar var. Bu süzəndir. Ondan sonra ət çəkən maşındır. Burada isə çay, qənddir, pesokdur. Belə qablarını quruladım, yığdım. Bu xanımlar, bu qabları dəyişdim. İndi yaxından göstərəcəm o qabları da sizə niyə dəyişdiyimi. Baxın, bu qazanda da bu çərəz qablarını, ondan sonra şilyat qablarını tez-tez istifadə etdiyim üçün belə alt hissəyə yığmışam. Ön hissəyə də kasaları yığmışam. Bu da blenderdir, bunu da təzə almışam. Gündəlik istifadə edirlər. Baxın, dəyərli xanımlar, bunun üzərində belə bir cızıqlar var. Demək, bu qabları da dəyişdim. Yenisindən əvəz elədim. Aldığım qabları indi çəkib sizinlə bərabər bölüşəcəm. Baxın, belə oldu tərtəmiz.
Değerli xanımlar, pəncərələrin setkalarını da yudum. Ondan sonra kondisionerin setkası da üstünü yudum qəşəng. Koydum qurudu. Burada da ki tostoran naylonlarıdır. Pulları sildiğim əskilərdir. İndi Allah köməklə onları da yuyub hər birini yerinə yığacağım. Burada bu da budur gətirdim. Qəşəng indi bunları yer-bir eləyəcəm. Değerli xanımlar, indi inşallah Allah nəsə qismət edərsə, may ayında oğluma puskaya gəlir. O gəlməmişdən öncə dərin təmizlik edəcəm. Onu da sizinlə bərabər bölüşəcəm. Bu armud stəkanından 2 paçka almışdım. 12 ədəd almışdım. 6 ədədini yenidən aldım. Bunları da kəndə qoydum. Daha sonra ise maçalka aldım, qap şampuan aldım, maye el sabunu aldım. Ondan sonra cilet aldım, bıçaq aldım. İndi nə almışam hamısını sizə bir göstərirəm. Bir də dəyərli xanımlar, əlavə əl üz dəsmalları aldım 4 dənə. Ondan sonra can dəsmal aldım. Yəni gündəlik istifadə elədiyim üçün də paçkada olan dəsmallardan aldım ki, əlimin altında olsun. Baxın belə hamısını bir sizinlə bərabər bölüşürəm. Bir də klonka aldım. Qəşəng ki klonkam biraz cızılmışdı. Yan böyründə də biraz defekti var idi. Yəni onu dəyişdirdim, yenisini aldım. Belə bir əlcək aldım dəyərli xanımlar. Yəni əlimdə aldıqlarım müəyyən şeylər var. Müəyyən şeylər sizə bölüşmüşəm. Qalanları qalıb. İndi inşallah yeni vlogda onları da sizinlə bərabər bölüşəcəm. Belə bir ədəd də çaynik aldım dəyərli xanımlar. 5 manat aldım. Bu da qəşəng çaynikdir. Ondan sonra bu dönə klonka aldım şəhərə. Daha sonra bir ədəd də tok çaydanınla çaynik aldım. Bu da ki 30 manatadır. İndi inşallah bunu da göstərəcəm sizə. Baxın 30 manat aldım. Bunun da biraz su əlavə elədim. Yoxladım ki görüm işləyir, işləmir. Qaranlıqda çox qəşəng görsənir dəyərli xanımlar işıqları. Baxın burada da sizə göstərirəm. Çox qəşəngdir. Daha sonra isə yenidən bıçaq aldım. 3 ədəd belə bir bıçaq aldım dəyərli xanımlar. Bu dəsmalları deyirdim. 2 ədəd bu rəngdən aldım. 2 ədəd də başqa bir rəngini aldım. Baxın belə bir rəngini aldım. Ondan sonra 8 martda da hədiyələr var. Onları sizə göstərəcəm. Bu ətiri aldım. Ondan sonra ətir krem, bunu gözəl bir valideyimdən aldım. Dəyərli xanımdan aldım. Bu da müəllimimdən aldım. Hər birinə dərin təşəkkürümü bildirirəm. Kəsələrinə bərəkət. Kanalıma abunə olmağı, like etməyi və rəy bölməndə rəyləri gözlərim.